Salamlar hər birinizə. Xoşbəxtlik Daşında podkastımın yeni bölümünə xoş gəlmisiniz. Bugünkü mövzumuz söhbət xarakterli olacaq. Hər nə ki normalda mən bacardığım və üstəsinə gəldiyim bəzi şeyləri paylaşıram normalda. Bugün isə daha çox sizinlə söhbət xarakterli və bəzi cavabları bir yerdə tapa biləcəyimiz bir bölüm olacaq. Deməli, mənim özümdə kəşf etdiyim bir məsələ var idi ki, mən bir çox şey bacarıram həyatda. Tez öyrənirəm, güclüyəm, emosiyalarımı idarə etməyi öyrənmişəm. Yəni həyatda hədəf qoyduğum çox şey eləməyi bacarmışam indiyə kimi, hətta deyərdim. Amma bir şeydən başqa, o da ki, dayanmaq, istirahət etmək və heç nə etməmək. Son zamanlar mənim gündəmimdə olan bir neçə mövzular var ki, bununla bağlı araşdırıram, özümün üzərində çalışıram ki, bu mövzular da necə başa düşürəm, intuitiv olaraq görürəm ki, məsələn, bunlar mənim qabağıma çıxır. Bununla bağlı həyat mənə hansısa çətinliklər yaradır və mənə bunu öyrətməyə çalışır. Mənim üçün də doğrudan da çox önəmlidir ki, bədənimə, ruhuma, həyata güvənim və onun verdiyi işarələrə əsasən öyrənməli olduğum dərsləri öyrənə bilim. Və bu son zamanlarda mənə partnyorumdan bu sözü eşitmişdim ki, çox səbirsiz olduğundan bağlı və bir şey istəyirəmsə onun bu dəqiqə olması ilə bağlı. Yəni təsəvvür edin ki, mən onlayn sifariş verməkdən belə xoşum gəlmir o qədər də ki, onu zakaz elə, gələcək, kargosu, hələ ölkə xaricisi ümumiyyətlə, yəni mənim üçün Volt möhtəşəm bir şeydir. Bu da Volt'un reklam oldu biraz amma ki, məsələn, zakaz verirsən, yarım saat sonra qapındadır. Yəni, bu möhtəşəm bir sistemdir. Amma xaricdən çoxu da mənədir ki, sən niyə gedib daha baha qiymətə alırsan eyni şeyi, hansı ki, xaricdən zakaz versən, nə bilim, 20-30 manat, bəzən çox qənaət edə bilərsən. Amma ki, mənim üçün bu çox çətin bir məsələdir. Və bu məsələ də bu səbirlə bağlı, dözməklə. Dözmək deyən o demək deyil ki, çox belə yavaş-yavaş olsun. Amma ki, hiss elədim ki, mənimki artıq normadan artıq bir şeydir ki, əsla səbir deyə bir şey yoxdur. Yəni, məsələn, işdə də bir problem olanda mən o dəqiqə zəng edirəm. Yazdım, kimsə mənə cavab versin, mən onu gözləyim. Belə bir şey mənim realitimdə yoxdur. Ona görə hiss elədim ki, bu mövzu son zamanlar mənim qarşıma çıxır və ümumiyyətlə ki, məsələn, yoga bir müddət eləmişdim, meditasiyalarla məşğul oluram. Amma ki, onlarda iki tip meditasiyalar var ki, bir siz özünüz hər hansı bir sakit musiqi qoya bilərsiniz və heç nəsiz. Sadəcə oturursunuz və heç nə eləmirsiniz bir müddət. Bir də var ki, guided meditation, yəni kimsə sizi yönləndirir o meditasiya formasında. Mənim üçün yeganə işləyən metod hələ ki o yönləndirilən meditasiyalardır. Çünki mənim heç nə eləmədən dayanmaq kimi bir xəsətim yoxdur. Yəni dayana bilmirəm. Məsələn, məni qıraqdan görsəz, oturanda belə 5 dəqiqə ərzində 5 pozisiyada dəyişəcəm. Yəni bunu hiss edirdim özümdə, amma ki belə bunların hamısı bir-birinə əlaqəli olduğunu son zamanlar aydınlanmağa başlamışam ki, nəsə eləməliyəm. Məsələn, mən yuxuya getmək üçün belə Kindle-ım var. Yuxuya getmək üçün belə kitab oxuyuram, oxuya gedirəm yuxuya. Nəyləsə məşğul olmaq kimi bir ehtiyac duyuram. Sakitcə dura bilmirəm və mənim bu son zamanlar qadın enerjisi üzərində də işləmək ki, o feminin tərəfimi irəlilətmək. Orada da deyilir ki, feminin tərəf həmişə səbirli, ona gəlməyini gözləyən, heç nə etmədən də həyatdan zövq ala bilən ki, yəni bunun mənim üçün çox çətin bir hissəsi idi doğrudan ki, heç nə etmədən. Orada da tapşırıqlar verilir ki, 5 dəqiqə sadəcə heç nə etmədən oturun. Bu başqaları üçün çox normal gələ bilər ki, 5 dəqiqədə. Yəni mənim üçün deyil. Dünən bir təcrübə yaşamışdım ki, bir meditasiyaya qoşulmuşdum. Canlı ki, botanika bağında meditasiya edirdik. Orada da məsələn necə deyirlər, mentor, müəllimən nə gedirsə də o artıq bizə deyirdi və meditasiyanın bir hissəsində orada da uzanmışdıq və heç nə etməməlisiniz də.
Meditasyon bir hissəsində dedi ki, 100-dən geri sayacağam və nəsə axırda başqa bir şey eləyəcək. Təsəvvür edirsiniz, mən necə narahat oldum. Yəni 100-dən geri sayacaq deyəndə mən dedim ki, yox, yəqin zarafat edir, ya testdir bu. Yəni ağlımdan 100 dənə şey keçirdi də ki, 100-dən geri sayana qədər mən necə bunu izləyəcəm və deyirdi ki, hər rəqəmi deyəndə o rəqəmi gözünüzdə canlandırın. Mənim üçün zülm idi. Yəni meditasiya mənim üçün oldu zülm ki, biz 2 nəfər idi o dərsdə. O biri insan çox normal, yəni bunu qarşılayırdı. Bunun okey idi ki, o da uzanmışıq, istirahət eləyirik, qulaq asırıq, eləyirik dediklərin. Mənim üçün mənə dedi 100-dən geri sayıram. Mənim bütün fikrim qaldı. Yəni bütün fikrim dağıldı. Fikrim qaldı ki, bu nə vaxt qurtaracaq? 100-ə qədər saymaq neçə saniyə eləyəcək? Belə baxsaq, yəni 2 dəqiqəni keçmir heç. Amma ki, belə baxdım ki, bu hadisələrin hamısı mənə bir şey deməyə çalışır ki, mənim həyatdakı problemlərimin bir hissəsi ola bilər ki, buradan gəlir. Bəlkə də mənim gündəmimə bu qədər gəlməsi və bunu da deyim ki, meditasiyalar mövzulu olur, amma mənim bu hiss elədiklərimin o mövzuyla əlaqəsi yox idi. Hər zaman da belə deyilir ki, meditasiya bir məqsədlə gəlirsiniz, amma ki, meditasiyada satu taxtası da var, onu da experience eləməlisinizsə. Məsələn, orada da satu taxtasında 15 dəqiqə qalırsınız, ya yarım saatlıq versiyası da olur. Mən çıxandan düşünürəm ki, nə vaxt düşəcək? Yəni mümkün deyil də mənim bir şey eləmədən sakitcə bir yerdə durmağım. Ya gözüm tərpənəcək, ya əlim tərpənəcək. Təsəvvür edin ki, mən orada deməli uzanmışam, meditasiya edirəm və torpağın üzərindədir. Orada mən hiss elədim ki, ayağıma nəsə qondu. Fikirləşdim ki, ayda nəsə həşarat falan qondu. Sonra üzümdə qarışqa gəzdiyini hiss elədim. Meditasiyanın sonunda müəllimə mənə dedi ki, sən üzündə heç nə yox idi. Və sən üzvü qaşıyırdın ki, elə bil nəsə var. Yəni mən bundan sonra şok oldum ki, necə yəni yox idi. Mən o qədər əmin idim ki, üzümdə qarışqa gəlsinlər. Bilmirəm, yəni bunun torpaq üstündə olması daha inandırıcı mı etdi ki, burada torpaq üzərində qarışqa 100% var və yaxud həşarat var hansısa. Yəni mənim beynimin ki, mən özümü doğrudan da ağıllı bir insan hesab edirəm, daha necə deyirlər, həm emosional tərəfimi, həm mental tərəfimi inkişaf etdirməyə çalışan biri olaraq mən dedim ki, mən beynimə heç nə ilə bağlı güvənə bilmərəm. Yəni o an mənim üzümdə qarışqa yox idisə, mən artıq bilmirəm ki, beynim mənim sakit durmağımı o qədər istəmir ki, o qədər bundan qorxur ki, böyük ehtimal. Bunu eləməmək üçün mənim ağlıma hər şey gətirir. Hətta təsəvvür edin, o meditasiyada olarkən üzü arxası üstə uzanmışıq və bu yağış yağmağa başladı. Mən də əsla sevmirəm yağışın üzümə düşməyin. Sırf yəni saçım, paltarım istənə bilər, amma üzümə o yağış damcısının tık düşməsi məni çox narahat edən bir şeydir və mən bu meditasiyada yağışla da sınandım. Yəni o mənə zülm oldu da. Üzümü o qədər sıxırdım ki, üz cizgilərim və makyajda oluram, amma makyajın dağılacağını fikirləşirəm. Yəni hər şeydə tərs gedə biləcək hər şey tərs gedirdi orada. Mənim bütün sinir sistemin test olundu və mən axırda daha sonra biz o müəllimə ilə müzakirə edərdik ki, ümumiyyətlə mənim problemim nədir, mən nə üzərində işləməliyəm, bu meditasiya mənə nə göstərdi. O da razılaşdı mənlə ki, sənin bədənin sakit dayana bilmir. Məsələn, müqayisədə deyirdi ki, ola bilər ki, zehin olaraq sakit görünürsən ki, mən anxiety-min üzərində işləmişəm, zehnimi nisbətən sakitləşdirmişəm. Amma ki, dedi ki, bədənin sakit deyil. Bədənin alertdadır, qorxur, nədənsə çəkinir. Elə bil ki, hər an hər şey ola biləcək kimi buraxa bilmirsən o hissi. Və bu məni düşündürdü ki, əslində belə bir kitab da var, onu da oxumağı düşünürəm ki, bədən hər şeyi saxlayır ya da ki, bədən yalan demir. Belə bir şey olmalıdır. Orada da bununla bağlı göstərir ki, araşdırmalar ki, ümumiyyətlə necə biz sadəcə öz bədənimizi analiz edərək özümüzdə nə baş verdiklərini anlaya bilərik. Yəni psixosomatika deyə bir şey var ki, hansı ki, psixologiya ilə bədənimizin əlaqəsini necə göstərir. Bu ayrı bir məsələdir və ümumiyyətlə bədənimizin hər bir hissəsi bizə nəyə fokuslanmalı olduğumuzu, nəyin bizi narahat elədiyini çox yaxşı göstərir. Və mən hər zaman da doğrudan düşünürdüm ki, məsələn, adi görüşdə oturmuşuq, yarım saatlıq görüşdə. İnsanlar
çox sakit bədən dillərində ola bilirlər. Yəni 15 dəqiqə, 20 dəqiqə eyni oturuşda otura bilirlər. Mənim üçün mümkün deyil də. Yəni mən fərqli oturacağam, duracağam, gəzəcəm, biraz ona çönəcəm, buna çönəcəm, su içəcəm, telefona baxacağam. Yəni mümkün deyil mənim sakit 15 dəqiqə bir yerdə oturmağım. Mən də düşünürdüm ki, hər bir xassiyyəti var, amma ki bu məsələlər mənə biraz da düşündürməyə başladı ki, bəlkə də bu mənim üzərində çalışmalı olduğum bir mövzudur ki, bədənimi rahatladım. Çünki məsələn yoqadan da son vaxtlar qaçırdım ki, son vaxtlar yəni son 1 ildən də çox ki, niyəsə o bədənimlə kontaktda keçmək istəmirdim və mənim üçün də bədənim elə bil ki, başqasının bədənidir. Hətta bəzən onu hiss edirəm ki, tutalım o qədər o aradakı əlaqə qırılır ki, bəzən ona bir yanaşma hiss edirəm. Bu bəlkə də bir çoxlarınızda da var ki, o qədər beynimdə yaşayıram ki, həyatı bədənim artıq hiss eləmir orada olduğunu, bədənim ümumiyyətlə mənlə əlaqəli olduğunu hiss eləmir və bütün mənim o stresim, əvvəlki illərdəki, son ola bilər ki, dövrlərdəki də həmçinin travmalarımı mən hamısını bədənimə yükləmişəm. Hansı ki, onu məsələn belə bir çox maraqlı faktı da müzakirə edirdik ki, bir çox insanın ilk stres anlarında yaşayandan sonra onların reproduktiv orqanlarında problem yaşanır. Onu da necə izah edir alimlər? Çünki insanın bədəni çox ağıllıdır əslində və düşünəndə ki, stres altındayam ki, sadəcə düşünün ki, bir təbiətdəsiz və stres altındasınız. O düşünür ki, okey, mən təhlükədəyəm. Və mənim əgər bütün bədəni qurtarmağa resursum çatmırsa, yəni bütün bədəni enerji ilə, qanla, vacib resurslarla təmin etməyə resursum çatmırsa, o zaman nə edir bədən? İlk öncə reproduktiv orqandan kəsir. Yəni onu qurban verir ki, okey, sən əsas odur ki, sağ qal. Amma ondan sonra baxaraq ki, sənin reproduktiv orqana ehtiyac var ya yox. Yəni birinci bədən bir baxır ki, hansı orqanı bu adamın olmasa, bu yenə də yaşayar. Sadəcə o orqana ehtiyacımız yoxdur da. Ona görə baxır ki, hardan resursu çəkə bilər və haranı ümumiyyətlə biraz freeze edir, dondurur oranı ki, sənə ehtiyacım yoxdur hələ ki. Bu da bizim reproduktiv orqanlarımızdır. Ona görə bir çox insanın, ümumiyyətlə həm qadınlarda, həm də kişilərdə reproduktiv orqanda problem olanda ilk onun streslə bağlı olan simptomlarına baxırlar ki, həyatında stres var, böyük ehtimal var və bu streslə necə aradan qaldıra bilərlər ki, daha sonra başqa tərəfdən, başqa səbəblərini araşdırsın. İlk etdiklərim yəni simptomlardan biri stressdir. Ona görə də mən də düşünürüm ki, mənim bədənimə yaşadığım stres yəqin ki, o hələ də oradadır. Və bir çoxumuz da travmalarımızı beynimizdə olduğunu düşünürük və bunu beyinlə yaşamağa çalışırıq, beyinlə həll eləməyə çalışırıq. Amma mənim son zamanlarda qatıldığım bir neçə treninqlər də var idi bundan bağlı. Kortizol praktikaları var ki, bədəndə o stres hormonu bizdə kortizoldur. Stres yaşandı, bizdə kortizol yüksəlir və kortizol bizə nə edir? Məsələn, təbiətdə heyvanların stres altında kortizolları artanda onların vacib orqanları, məsələn, ayaqlarına qan daha çox gedir ki, onlar qaça bilsinlər, sürətlənə bilsinlər. Yəni, o bizi daha da belə bir adrenalin kimi gəlir və daha çox bizim bədənimizi alert səviyyəyə gətirir. Sakit adam isə, sakit heyvanlar artıq zehin olmadığı üçün onlar onu başa düşür ki, heyvan var, şir görür. Məsələn, belə bir şey var idi. Bir zebra şiri gördü, təhlükə var, kortizolu artır və ondan qaçır. O artıq təhlükə sovuşandan sonra bunu travma olaraq bədənində saxlamır. O artıq durur, həyatına davam edir. Amma insanların zehni isə modern həyatda əsas stressi başa düşmədiyi üçün ki, məsələn, menecerinizlə bir probleminiz var, bir nəsə yaşadınız, bunun nə vaxt bitdiyini, nə vaxt artıq təhlükə olmadığını zehin tam ayırd eləyə bilmədiyi üçün bədən özünü stressdən tam da çıxarda bilmir. Yəni biz bu stressdən o stressə qaçırıq. Evdən işə gəlirik, işdən evə gedirik, yolda problem, ailə, nə bilim, pul problemləri, hər nəsə olur və bu stresslərin hamısı bizim bədənimizdə
davamlı olaraq kortizol istehsal elədiyi üçün artıq bədənimiz sərtləşməyə başlayır, sıxılır. Görə bilərsiniz ki, bir çox insanlar, hansı ki, ümumiyyətlə xarakter olaraq da stressli insanlar da hər şey dərd edirlər özlərinə. O insanların bədəni sıxışıqdır, yəni sıxırlar özlərini, qoruma halına alıblar. Necə deyirlər, cenin pozisyonuna alırlar. Amma hansı insanlar ki, xaraktercə də rahatdır, belə sakitlər, onların duruşundan belə hiss eləyə bilərsiniz bunu. Və mənim də şəxsən özüm barədə öyrəndiyim və metodikalardan da başa düşdüyüm odur ki, biz ümumiyyətlə şəxsi inkişaf yolumuzda bədənimizlə də mütləq işləməliyik. Bunun üçün hər bir insanın özünün aqressiya çıxartmaq üçün bir rutini olmalıdır. Mən bununla da bağlı məsləhətləşmişdim ki, nə etməliyəm? Çünki mən xarakter olaraq çox içine atan bir insanam və adi biri ilə problemim varsa da gedib onunla müzakirə eləməm. Uzağa deyərəm bir dəfə, iki dəfə. Ondan sonra isə daha çox içimə atıram, öz-özümə həll eləməyə çalışıram. Yəni bunu deyim ki, necə deyirlər, o xalçanın altından süpürmürəm. Sadəcə bütün problemləri özümlə həll eləməyə çalışıram deyə mən gördüm ki, mənim bir yerlərdə bədənimdə o sıxışmış bir aqressiya var. Mənim bədənim o hisslərin hamısını öz içində saxlayır və onları buraxmadıqca da daha da artır və stres halına gəlir. Yəni beynim sakitdir, amma bədənim dincəlməyi bacarmır. Həmişə bədən ağrılarım olur. Ümumiyyətlə ki, hiss eləyirəm də ki, elə bil siz necə? Kimi həməndən bədənində aqressiyasını çıxardı. Burada bir enerji sıxıntısı var, enerji topluğu var orada. Və mən bu üzərinə araşdıranda da başa düşdüm ki, məsələn, mən tennis oynayanda mənə çox yaxşı təsir edirdi. Çünki niyə? Bir fiziki olaraq o topu vururdum. Nəyisə vurmaq hissi, oradan da aqressiya üçün çox gözəldir. Hər hansı bir topla oynanan məşqləri mən çox tövsiyə edirəm ki, bir şey vurasız. Boks çox möhtəşəmdir. Boksu fikirləşirdim bir ara, amma tennisdən sonra artıq gördüm ki, ehtiyacım yoxdur. Məsələn, tennisdir, kardio məşqləri mənim üçün işləyir ki, o tər də bir növ o şeyi atır. Stres hormonlarını bədəndən azad eləyir əslində. Burada da çox vacib odur ki, siz özünüzə rahat olan bir rutin qurasınız. Bədəninizə lapda HIIT workoutlar var, hansı ki, yüksək intensivliyi olanlar. Bu kişilər üçün uyğun ola bilir, kişilər üçün daha effektivdir. Amma qadınlar üçün mən tövsiyə eləməzdim. Adi gəzmək belə, piyada hardasa gəzmək belə əslində bizim stres hormonlarımızı aşağı salır, bizi daha da sakitləşdirir. Hətta deyirlər ki, bəzən birine əsəbləşəndə bir çıx gəz, bir hava al. Yəni bu əslində ondan irəli gəlir ki, biz düzgün nəfəs aldıqda, yeridikdə bizim doğrudan da o kortizol hormonumuz aşağı düşür və aqressiyanı bir cürə çıxartmış oluruq. Bir var ki, məsələn, mənim kimi əgər uzun müddət bu aqressiya sizdə varsa və toplanıbsa, daha fərqli yollarla çıxartmağa ehtiyacınız ola bilər. Məsələn, mənim təlimlərdən birində mənə vermiş ki, qışqırmaqla barədə. Dünən mənə parkda homo belə yoga praktikaları verirdilər ki, parkın ortasında qəribə səslər çıxardırdıq və orada da biz dərsdəyik, yəni gözümüzü açmırıq da, orada qəribə səslər çıxardırıq. Ətrafda da ailələr var. Mənim həyatımda bu qədər diskomfort yaşadığım yadıma gəlmir. Yəni, o qədər gözümü açmaq istədim, o qədər durub oradan getmək istədim. Bir də eşidirəm ki, balaca uşaqlar gəlibdir ki, onlar yoga eləyirlər. Siz nə edirsiniz burada? Yəni, mənim stresimin bir tık artdığını gördüm, amma ki, bu mənim üçün də bir şeydir ki, mən çox fikir verirəm ki, ətrafda necə göründüyümə. Ona görə bu da mənim bir imtahanım idi ki, ətrafdakıların nə dediyinə, nə fikirləşdiyinə baxmadan orada parkın ortasında yogamı eləyə bilim. Və bunu rahat səslər çıxardaraq. Niyə deyirəm təniz? Çünki tənizdə də atış eləyəndə sizə çox yaxşıdır ki, o səsi buraxasınız. Tenis oyunlarına baxsaz, hər zaman orada qışqırıq səsləri gəlir. Məsələn, voleybolda bunu mən görməmişəm o qədər də. Basketbolda da çox görməmişəm. Amma tenis oyunlarında həmişə o səsi siz eşidəcəksiniz və görəcəksiniz ki, aydın şəkildə. Və bu normal qarşılanır. Heç kim buna görə onları qınamır. Ki o səsi çıxartmasalar, o cürə atışları vurmaq onlar üçün çox daha enerji tələb eləyər və bu halda daha rahat olurlar. Ona görə düşünürəm ki, hər bir insan üçün də çox vacibdir ki, bədənini rahatlatmağı bacarsın.
Bundan əvvəlki bölümlərdə mən daha çox beyin üzərinə, özümüzü necə daha yaxşı bir insan eləyə bilərik. Amma ki, bu mənim üçün də bir challenge-dir. Bu mənim üçün də gələcək bölümlərdə də mütləq öz yeniliklərimi də paylaşacağam ki, mən nə edirəm bundan bağlı başqa. İndi isə özümə çox belə bir vacib hədəf qoyuram ki, heç nə eləmədən də seviləcəyimi özümə inandırmaq. Mən uşaq vaxtından buna inanmışam ki, məsələn, məktəbdə də bizə bunu aşılayırlar da. Sən bunu eləsən, daha çox seviləcəksən. Məsələn, mən rəqsə getmişəm məktəbdən də öncə. Bir hərəkəti düz eləsən, sən afərin alacaqsan. Bunu eləməsən, sən nə bilim, tədbirlərə aparılmayacaqsan, öndə çıxış etməyəcəksən, afərin almayacaqsan, səni başqa valideynlərin, başqa uşaqların yanında tərifləməyəcəklər. Yəni ola bilər ki, məndə bu hissədən daha çox gəlir ki, nəsə eləməliyəm və uşaq vaxtından da hər zaman nəyinəsə məşğul olmuşam deyə ola bilər ki, hər hansı bir məqamda mən onu artıq özümdə dəyişməmişəm o fikri ki, sən bunu eləməsən də yaxşısan, sən bunu eləməsən də sevgiyə layiqsən, eləməsən də uğurlusan, sən heç nə eləməyib televizora baxsan belə bunu sevgiyə, bu dünyada istədiklərimi almağa layiqsən. Mən çox xoşbəxtəm ki, doğrudan da həyatımda bir çox şey sınamışam. Yəni uşaq vaxtından da çox kiçik yaşımdan fərqli təcrübələrim olub və bu təcrübələrdə öyrənmişəm ki, bir çox şeyi necə bacarmağı, bir çox şeyi sıfırdan bir instrument çalmağı öyrənmişəm, sıfırdan rəqs eləməyi öyrənmişəm, şahmat oynamağı öyrənmişəm. İndi isə özüm üçün bu 25 yaşımda bir challenge qoyuram ki, sıfırdan heç nə etməməyi bacarmaq və bunu balanslı şəkildə etmək. Təbii ki, siz günlərcə nəsə etməsəz, bütün işiniz qalıb, hər bir insanın müəyyən hədəfləri də var. O hədəflərə çatmaq üçün heç nə eləməsəz, günlərcə, aylarca, təbii ki, bu artıq bir cür destruktiv işə gətirib çıxarır. Amma ki, bu işlərin ortasında dincəlməyi bacarmaq, heç nə etmədən də o fikirlərini toplamaq əslində ki, bu çox vacibdir. Bir çox insanların da yeni ideyaları görürsünüz ki, çox adamdır ki, mənə hamam otağında gözəl bir ideya gəlmişdi. Heç dəxlisi olmayan bir işlə məşğul olanda, birinə söhbət eləyəndə bu mənə gəlmişdi. Yəni bundan da görürük ki, doğrudan da kreativ ideyalar, maraqlı fikirlər, həyatımızın özümüzlə bağlı öyrənəcəyimiz məsələləri bir şey eləyərkən yox, nə vaxt ki, biz o şeyləri eləyirik, amma bir müddət sonra onları həzm etmək üçün də özümüzə vaxt yaradırıqsa, bu zamanlarda bizim üçün daha dəyərlidir. Yəni necə ki, bir yemək bişiririk, o yeməyi bişirəndən sonra, çox da yemək bişirirəm axı, bir yeməyi bişirəndən sonra necə ki, biz onun altını söndürüb, onun bir özünə gəlməyini gözləyirik. Bax, o özünə gəlmək isə bizim də ehtiyacımız var. Mən bu podkastda yazmamışdan qabaq demişdim ki, təlimim var, oturub təlimimə baxacağam, amma heç nə eləməyəcəm. Sadəcə çayımı içəcəm, dincələcəm. Durdum gəldim podkast yazmağa ki, bu fikri paylaşım. Daha sonra özümə bir hədəf qoyum, ciddi olum ki, buna əməl edeyim həmçinin. Yəni, özünüzə həzm etməyə vaxt vermək lazımdır. O həzm hissəsi olmadıqda isə siz davamlı nəsə öyrənə bilərsiniz, davamlı istəyirsiniz. 50 dənə kitab oxuyun, amma 50 kitabın arasında fasilə vermirsinizsə, onları analiz eləmirsinizsə, özünüzü düşünməyə vadar eləmirsə ki, okey, mən oturmuşam, sadəcə dincəlirəm, çayımdan zövq alıram və o anlarda siz görəcəksiniz ki, həyatda bəzi şeylər doğrudan da yerinə oturur. Biz o qədər hər şey bunu ora qaçırıq, oradan bura qaçırıq ki, bir nəfəs almağa, həyatımızdakı hadisələri, nəyi niyə elədiyimizi, nəyin bizim üçün niyə vacib olduğunu belə anlamırıq bəzən. Çox maraqlıdır ki, məsələn, siz yolun ortasında gedirsiniz, bu mağazaya girdiniz, falan kəslə danışdınız, bu yemək yediniz, nə yediniz, o anda siz əslində yeridiyinizi belə hiss eləmirsiniz. Yəni, ana fokuslanmaq, anda olmağı bacarmaq belə, ona görə çox vaxt deyirlər ki, bu meditasiyalar önəmlidir. Dünənki meditasiyada mən heç nə eləmirdim, sadəcə uzanmışdı, amma bu mənə öz bədənimlə bağlı o qədər informasiya verdi ki, mən bu informasiyanı gündəlik həyatımda
25 ildə almamışam, yəni 25 ildə almadığım məlumatı mənə 1 saatda bədənim verdi ki, bax bu nöqtə, məsələn, bədənimin hissələrinə qədər artıq bilirəm ki, burada mənim bir sıxıntım var, bu məni narahat edir. Falan mövzu ilə bağlı belə bir şey hiss elədim, yəni. Bu məlumatları almaq üçün siz çox kursa da gedə bilərsiniz, YouTube videosuna da baxa bilərsiniz, kitab da oxuya bilərsiniz. Amma ki, bunları etdiyinizlə paralel özünüzə həzm üçün vaxt vermək, heç nə etmədən də oturmağın sizin üçün vacib olduğunu, dincəlməyin vacib olduğunu bir çox mənbələrdə deyirlər ki, period vaxtı ümumiyyətlə qadınların daha çox yatmağa ehtiyacı var. Mən məsələn bunu oxumuşdum, amma özümə nə vaxt ki icazə verdim mən yuxumu almağa, onda başa düşdüm ki, mənim bədənimin nəyə ehtiyacı var. Çünki mən dedim ki, 8-də durmaq lazımdır, iş günləri 6-da da qalxıram yuxudan, həftə sonunda 8-də qalxım, bunu çatdırım, onu çatdırım, o qalıb, bu qalıb. Amma ki, bir yerdən sonra bilirsiniz nə oldu? Bir yerdən sonra mənim bədənim öz-özünü xəstələndirdi. Durduq yerə. Heç bir səbəb olmadan mənim bədənim qızdırma verməyə başladı və qızdırmada nə oldu? Zabitə heç eləmədi. Zabitə gəlib evə yatmalı oldu. Çünki bədən artıq mənə dedi ki, sən mənə qulaq asmadın ki, indi qulaq asmağa məcbur eləyəcəm səni. Sən o qədər yatacaqsan ki, istəsən də heç nə eləyə bilməyəcəksən. Yəni bədənimizi və ruhumuzu bu səviyyəyə gətirməməliyik. Ruhunuzda da belədir, düşüncələriniz də belədir. O fasilə imkanını yaratmayanda biz onlar üçün bir yerdən sizi vuracaq. Sizi yəni fiziki olaraq xəstələndirəcək ki, fiziki xəstəliklər də bizim əslində ruhumuzda nəyinsə düz getmədiyinin bir işarəsidir ki, siz o xəstəliklə fasilə verməyə məcbur olursunuz və özünüzü dinləyirsiniz. Bir tərəfdən isə beyninizdə də əgər siz bütün gün məşğulsuzsa nəyinəsə, bir yerdən sonra beyniniz tormuz verir ki, işləmirəm. Mən qulaq asmıram, qəbul eləmirəm, proses eləməyəcəm. İndi nə edirsən elə? Yəni bədənimizin belə bir müdafiə mexanizmi var, hansı ki, siz əgər 2 yolla onu idarə edə bilərsiniz. Ya siz onu vaxt verirsiniz, siz onu dinləyirsiniz və nə vaxt fasiləyə ehtiyacı varsa bunu verirsiniz. Başa düşürəm ki, hər birimiz işləyirik, hər birimizin ailə həyatı var, dostları var, etməli olduğu şeylər var. Və mənim dediyim bu fasilələr yəni günlər deyil, saatlar ola bilər. 1 saat ola bilər gün ərzində. Hər birimizin nahar vaxtı var. Nahar vaxtında 1 saat da özümüzə ayırmaq, doğrudan da istirahətə ayırmaq, tək yeməkdən də söhbət getmir burada. Və yaxud səhərlər 10 dəqiqə özümüzə vaxt ayırmaq. Bunlar o qədər kiçik, amma çox önəmli hadisələrdir ki, etdikcə də bunu bir tərəfdən həm sizin üçün deyirəm, həm özüm üçün deyirəm ki, bunları özümdə də tətbiq edeyim. Bu fasilələri verməklə biz əslində sustainability-ni qoruruq. Yəni bir şeyin davamlı eləyə biləcəyimizi qoruruq. Siz həftənin 5 günü idmana gedə bilərsiniz. 5 gün dalbadal və ya 7 gündə gedəndən sonra, amma 8-ci gün bədəniniz çökə bilər. Siz əgər ona amma həftədə 3 dəfə gedib arada fasilələr verməklə, dincəlməklə, vaxt verməklə, o da sizin əzəlləriniz də daha yaxşı inkişaf edir və ancaq bu yolla biz davamlı inkişaf edə bilərik, davamlı özümüzü bir yerdən o bir yerə apara bilərik. Və çox da önəmlidir ki, əgər bizim hədəflərimiz varsa, bir şey eləmək istəyirsə, bunların marafon yox, ümumiyyətlə bir nə deyirlər ona, marafon olmadığını başa düşməlidir. Yəni siz bunu sprint var, bir də marafon var. Sprintdə necədir? Siz çox qısa məsafəni çox tez qaçırsınız. Bir də var ki, marafon uzun müddətli öz sürətinizlə, özünüzün istədiyi bir sürətlə gedirsiniz. Bu daha çox marafondur və bu hadisələr əslində marafon formasındadır. Ki biz başa düşürük ki, bu qədər hədəfim var, bunu istədiyim sürətlə gedəcəm və onu da elə bir sürət seçməliyəm ki, nə qaçıb tez yorulum, nə də ki, ümumiyyətlə geckim. Bu sürəti tapmaq, öz balansınızı tapmaq və bu yolun hər bir insan üçün individual olduğunu anlamaq çox önəmlidir. Ancaq bunu qəbul elədiyimiz anda, özümüzü sevdiyimiz, özümüzü anladığımız və dinlədiyimiz anda biz həyatda istədiklərimizi zövqlə əldə eləyəcəyik. Bir şeyi çox tez əldə eləyə bilərsiniz, amma o yolu o qədər nifrət eləyəcəksiniz ki, o qədər o yoldan zövq almayacaqsınız ki və bu qısa həyatda məncə düşünmürəm ki, hər hansı bir hədəf bu zülmlə getməyə dəyərdir. Ondansa o hədəflərə zövq alacağımız bir yolla, dözə biləcəyimiz,
özümüzü motivasiya edə biləcəyimiz bir yolla getmək çox daha dəyərlidir. Təşəkkür edirəm məni dinlədiyiniz üçün və mənim şəxsi inkişafımda doğrudan da bir yol yoldaşı olduğunuz, mənim fikirlərimi dinlədiyiniz və bir çox insandan geri dönüşlər alıram ki, sizin podkastınızda belə bir şey eşitdim, mənim üçün çox dəyərli oldu. Belə geri dönüşlər almaq da doğrudan məni ən çox motivasiya edən şeylərdən biridir ki, hədəfim təbii ki, bir çox insan həyatına toxuna bilməkdir. Çünki başa düşürəm ki, mənim yaşadığım şeylər sadəcə mənə aid olan çətinliklər deyil. Bunu bir çoxumuz paylaşırıq. Amma ki, gör bir nəfərin, 2 nəfərin belə həyatında kiçik bir dəyişikliyə səbəb olmaq mənə doğrudan da bu podkastın dəyərini xatırladır və motivasiya edir. Sizin də əgər hər hansı bir paylaşacağınız mövzu, bunlarla bağlı bir şərhiniz olarsa, Instagram səhifəmdə gözləyirəm. Hər kəsə açıqdır. Fikirlərinizi mənimlə bölüşə bilərsiniz mütləq. Hər birinizi çox sevirəm. Ümid edirəm də ki, həyatınız kiçik fasilələrdən bol olacaq.